Herkese salam, kanalıma hoş gelmişsiniz. Tanınmış hekim Cahit Şahbazov sosyal medya hesabında paylaştığı videoyla gündeme sebep olub. Buna səbəbi isə Cahit Şahbazovun göz əməliyyatı edərək göz rəngini dəyişməsi və izləyicilərə bu haqda məlumat verməsi olub. Bir izləyici isə insanları kör etmədən əl çəkməyəcəksiniz deməsi olub. Bu sözlər qalmaqala səbəb olub. Həmin görüntünü sizlərə təqdim edirəm. Videonu izləyib fikirlərinizi də bizimlə paylaşmağı, kanalımıza dəstək üçün abunə olmağı unutmayın. Bu arada bundan önceki story'de yazdığım cevap olarak bir agresiya yoktu içimde. Sadece olarak sosial şəbəkələrdə rəy yazma zəruriyyəti hiss edən və bunu özündə gücü görən insanlara cavab olsun. Həkimlərin intellektual səviyyəsi cəmiyyətdə bir çox insanların üstündə olduğu bir faktdır və bunu özünü bəyənmişlik kimi deyil, ən azından universitetə qəbul balları ilə və 4-cü qrupa nə qədər çətin qəbul olunduğunu bildiyiniz halda mənə haqq verəcəksiniz. Dolayısıyla bu mənim özünü bəyənmişlik nümunəsi deyil. Bir həkimə bir tənqid ya da bir təklif sunduğunuzda ondan intellektual səviyyədə nə qədər yüksək olduğunuzu, nə qədər yüksək dünya görüşünə sahib olduğunuzu, yəni və yaxud o ya da bu mövzuda nə qədər ekspert olduğunuzu göz önündə tutaraq rəy bildirin. Yoxsa həddinizi bildirəcəyik. Əlbəttə ki, siz hava gedən doktor olmamışsınız, bəli. Mən doktor deyiləm, amma bir həkim nəvəsiyəm. Hər halda ki, gözümün önündən keçib ki, bir həkimin həyatı necə ola bilər. Amma əgər mən cahiləmsəm, siz cahil olmayın. Orada ancaq mənim cahilimi qeyd edirəmsiniz. Siz orada qeyd edə bilərdiniz ki, bir cahilin səhv anlayışını doğru bir cümlə ilə, doğru bir dəqiq bir məlumatla, qısa bir cümlə ilə bildirə bilərdiniz ki, bunun tibbi tərəfdən heç bir xəstəni kör etmə ehtimalı yoxdur. Olsa belə elə pasientləri, xəstələri qəbul etmirik, belə bir müayinə, müalicə və əməliyyat da icra eləmirik. Həqiqətən də burada cahilin kim olduğu barədə böyük bir sual yaranır doğrudan. Mütləq bir şəkildə orada cahil deyib ortoqrafik səhvlərlə hərflər yemişəm deyə onu orada göstərməkdənsə, məncə mənim yanıldığımı öz həkim belə deyim də terminləriniz və sözlərinizlə daha gözəl açıq şəkildə deyə bilərdiniz ki, Türkan xanım, siz yanılırsınız. Bu səbəbdən kör olma ehtimalı yoxdur xəstələrin. Nəinki mənim hərf səhvimi tutub məni cahil adlandırmaq. Doğrudan da burada yenə də deyirəm, cahilin kim olduğu barədə sual yaranır. Deməli, bugün karşıma oftalmolog doktor Cahit Şahbazovun bir post paylaşım karşıma çıxıb. Bilirsiniz ki, o doktor göz rəngi dəyişmə əməliyyatı icra edir. Vaxtilə onun illər əvvəl pasienti də olmuşam, qəbulunda da olmuşam, konsultasiya eləyibdir. Çox da gözəl, yəni qarşılayır xəstələr əslində. Hətta uşaq pasientlərini daha xüsusilə qarşılayır, oyuncaqlarla, otağında konfetlər olur ki, fikri dağılsın. Asistləri belə çox diqqətlə işləyir. Bu əla bir şeydir, çox gözəl. Bunu alqışlayıram təbii ki, bir pasient olaraq. Bugün o karşıma çıxan post nə idi? Cürbəcür flakonlarda rənglər, hansı ki göz dəyişmə əməliyyatının paylaşımını edir ki, bu rənglərdə göz rəng dəyişməsi icra edirəm və bunu göstərirəm. Cürbəcür rənglər idi. Mən də orada ironik bir şəkildə yazdım ki, cəmaatı kör eləməsə əl çəkməyəcəksiniz və o yazanda da hərfləri yemişəm. Və müəllim götürüb bunu paylaşıb, orada qeyd edib ki, ortoqrafik səhvlər, indi bundan sonraki story'də görəcəksiniz, onu paylaşacağım. Ortoqrafik səhv edən, hərfləri yeyən, yaza bilməyən biri, cahil biri necə ola bilər ki, mənə rəy bildirsin və heç mən o insanla diyalog qurmaram, ağza vermərəmsə bu tip şeylər paylaşıb da. Okey, doktor, ola ki, əlbəttə ki, siz hava gedən doktor olmamışsınız, bəli. Mən doktor deyiləm, amma bir həkim nəvəsiyəm. Hər halda ki, gözümün önündən keçib ki, bir həkimin həyatı necə ola bilər. Amma əgər mən cahiləmsəm, siz cahil olmayın. Orada ancaq mənim cahilimi qeyd edirəmsiniz. Siz orada qeyd edə bilərdiniz ki, bir cahilin səhv anlayışını doğru bir cümlə ilə, doğru bir dəqiq bir məlumatla, qısa bir cümlə ilə bildirə bilərdiniz ki, bunun tibbi tərəfdən heç bir xəstəni kör etmə ehtimalı yoxdur. Olsa belə elə pasientləri, xəstələri qəbul etmirik, belə bir müayinə, müalicə və əməliyyat da icra eləmirik. Həqiqətən də burada cahilin kim olduğu barədə böyük bir sual yaranır doğrudan. Mütləq bir şəkildə orada cahil deyib ortoqrafik səhvlərlə hərflər yemişəm deyə onu orada göstərməkdənsə, məncə mənim yanıldığımı öz həkim belə deyim də terminləriniz və sözlərinizlə daha gözəl açıq şəkildə deyə bilərdiniz ki, Türkan xanım, siz yanılırsınız. Bu səbəbdən kör olma ehtimalı yoxdur xəstələrin. Nəinki mənim hərf səhvimi tutub məni cahil adlandırmaq. Doğrudan da burada yenə də deyirəm, cahilin kim olduğu barədə sual yaranır. Əlbəttə ki, siz hava gedən doktor olmamışsınız, bəli. Mən doktor deyiləm, amma bir həkim nəvəsiyəm. Hər halda ki, gözümün önündən keçib ki, bir həkimin həyatı necə ola bilər. Amma əgər
mən cahiləmsəm, siz cahil olmayın. Orada ancaq mənim cahilimi qeyd edirəmsiniz. Siz orada qeyd edə bilərdiniz ki, bir cahilin səhv anlayışını doğru bir cümlə ilə, doğru bir dəqiq bir məlumatla, qısa bir cümlə ilə bildirə bilərdiniz ki, bunun tibbi tərəfdən heç bir xəstəni kör etmə ehtimalı yoxdur. Olsa belə elə pasientləri, xəstələri qəbul etmirik, belə bir müayinə, müalicə və əməliyyat da icra eləmirik. Həqiqətən də burada cahilin kim olduğu barədə böyük bir sual yaranır doğrudan. Mütləq bir şəkildə orada cahil deyib ortoqrafik səhvlərlə hərflər yemişəm deyə onu orada göstərməkdənsə, məncə mənim yanıldığımı öz həkim belə deyim də terminləriniz və sözlərinizlə daha gözəl açıq şəkildə deyə bilərdiniz ki, Türkan xanım, siz yanılırsınız. Bu səbəbdən kör olma ehtimalı yoxdur xəstələrin. Nəinki mənim hərf səhvimi tutub məni cahil adlandırmaq. Doğrudan da burada yenə də deyirəm, cahilin kim olduğu barədə sual yaranır. Gözəl bir virtual diyaloq oldu. Madəm elədirsə cavab verim. Dil bilgisi sadəcə orfoqrafik xətalardan ibarət deyil. Kəlmə birləşmələrinin hansı mənaya gəldiyini anlamaq da vacibdir. Cahil cəsarəti ilə cahil kəlmələrin arasında böyük bir fərq var. Və dediyim kimi, daha öncə də ifadə etdiyim kimi, daha soyuqqanlı yazdığım cümlələri oxumağa çalışın. Daha öncəki storiyada da vurğuladığım kimi, bir həkimin istənilən cəmiyyətdə və istənilən dövrlərdə, orta əsrdə, müasir dünyada digər insanlardan bir miqdar daha intellektual səviyyəsinin yüksək olduğu faktını qəbul edin. Dolayısıyla nə bu platformda, nə də digər platformlarda mənimlə mübahisə halında ikən qalib gəlmə şansınızın olmadığını hatırlatmaq istəyirəm.